Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində Konstitusiya və suverenlik ilinə həsr olunan dəyirmi masa keçirilib. Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi tərəfindən keçirilən Konstitusiya və suverenlik ili milli istiqlal uğrunda tarixi mübarizəmizə töhfədir mövzusundakı tədbir, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Dəyirmi masanı giriş sözü ilə açarkən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri akademik Fuad Əliyev bugünkü görüşün Azərbaycan Respublikasında 2025-ci ilin Konstitusiya və suverenlik ili elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli sərəncamının müddəalarına müvafiq olaraq təşkil edildiyini vurğulayaraq, bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan və müasir dövrdə onun layiqli davamçısı İlham Əliyevin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırdığı dövlətçiliyimizin strateji hədəflərinin cəmiyyətə elmi cəhətdən çatdırılması məsələlərində, xüsusən bu əlamətdar ildə alim və tədqiqatçıların öhdəsinə böyük vəzifələr düşdüyünü bildirib. Akademik Fuad Əliyev dəyirmi masanın məhz bu ruhda keçəcəyinə inandığını qeyd edib. Heydər Əliyev 93-cü ildə Respublika qayıtdıqdan sonra rəhbərliyə ilk verdiyi aktlardan biri oldu ki, komissiya yaradıldı ki, konstitusiya işlənilsin, hazırlansın. Çünki uzun illər, 200 il ərzində müstəmləkə formasında deyilən qanunlar əsasında öz işlərimizi qurmuşuq. Ancaq Ulu Öndərin ən böyük gücü onda oldu ki, o dünyəvi demokratik, ən layiqli bir konstitusiyanın işləməsi üçün komissiya yaradıldı və komissiya öz işini sona çatdırdı. Sonra dəyirmi masadakı məruzələr dinlənilib. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əli Muxtar Muxtarov Azərbaycan ədəbiyyatında suverenlik və müstəqillik ideyalarının əksi, bölmənin Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru dosent Nərgiz Rəsulova cəmiyyətin təməl qanunu kimi Konstitusiyanın yaranma tarixi, bölmənin Diyarşünaslıq İnstitutunun etnografiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru dosent Samirə Qasımova dövlətçiliyimizin formalaşdırılmasında suverenlik anlayışının hüquqi tərəfləri, bölmənin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Çimnaz Vəliyeva Konstitusiya və suverenlik ili dövlət quruculuğu yolunda əldə edilən uğurların hüquqi nəticəsi, həmin mərkəzin elmi işçisi Aynur Mirişli 44 günlük vətən müharibəsindən Konstitusiya və suverenlik ilinə, bölmənin Diyarşünaslıq İnstitutunun etnografiya şöbəsinin böyük laborantı Nüşabə Abbasova Heydər Əliyev və hüquqi dövlət quruculuğu və Gəncə Dövlət Universiteti Tarix-Coğrafiya Fakültəsinin tarix müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbəsi Cəfər Vəliyev Azərbaycan Respublikasının konstitusiyaları tarixinə dair mövzuları üzrə çıxış ediblər. Tədbiri yekunlaşdırarkən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri akademik Fuad Əliyev maraqlı, elmi tutumlu çıxışlara və mülahizələrə görə iştirakçılara minnətdarlıq bildirib.